Öd kisəmdə daş var, əməliyyat olunmalıyammı? Müxtəlif fikirlər, müxtəlif xəstələrin ətrafından, çevrəsindən, eyni zamanda bəzən həkimlər tərəfindən də müxtəlif fikirlər bu haqda. Amma artıq bütün tibbi ədəbiyyatda, bütün guideline-larda, tibbi protokolda bu dəqiqləşdirilmiş bir mövzudur. Əgər bir insanın öd kisəsində daş varsa, bu daş mütləq surətdə polipdən fərqli olaraq ölçü gözlətməksizin, yəni ölçüsü nəzərə alınmadan öd kisəsində daş varsa, öd kisəsinin xaric olunması vasitəsilə laparoskopik, xalq arasında lazer yolu ilə dediyimiz bir neçə dəqiqədən icra olunan laparoskopik xolestektomiya ilə öd kisəsi tam götürülməlidir. Səbəbi də o oldu ki, əvvəllər öd kisəsində var olan daşların bir dəfə atak keçirməsi, xalq dilində desək, pristup keçirilməsi lazım idi. Amma sonra baxdılar ki, onsuz da xalq arasında lal daşlar dediyimiz öd daşlarının 60-70% həyatın bu və ya digər mərhələsində xəstəni dırnaq arası desək incidir, xəstəni plansız bir anda məcbur bir əməliyyata sövq eləyir. Ona görə öd kisəsindəki daşlar ölçüsündən asılı olmayaraq elektiv, yəni planlı bir əməliyyatla öd kisəsinin xaric edilməsi ilə müalicə olunmasıdır. Planlı bir öd əməliyyatının qapalı bitmə, yəni kəsiksiz bitmə ehtimalı daha yüksəkdir. Belə olan halda bir gün sonra xəstə normal öz sosial və iş həyatına qayıda bilir.